Herkese salamlar. Bugün her zamanki kimi Sualım var rubrikasındayıq və yeni məktubumuzla davam edirik. Salam Aygün xanım. Əvvəla çox təşəkkür edirəm rubrika üçün. Mən sizə çox böyük bir sirrimi əmanət edirəm. Mən 14 ildir evliyəm və həyat yoldaşımla yataq münasibətim heç vaxt yaxşı olmayıb. 9 il bundan qabaq bir insanla tanış oldum. Çox yaxşı yola getdik və 4 il sadəcə dost kimi mesajlaşdıq. Sonra o mənim yaşadığım şəhərə köçdü və biz tez-tez gəzməklərə çıxdıq. Səhər açılanda görüşürdük, danışırdıq, gəzişirdik. Aramızda dostluqdan başqa bir his olduğunu hiss etsək də, heç etiraf etməmişdik. Bir neçə dəfə də görüşəndən sonra o məni öpdü, sonra biz artıq evdə görüşməyə başladıq. Hətta həftədə bir neçə dəfə görüşürdük və mən onunla qadın olduğumu hiss edirdim. Bir müddət belə davam etsə də, onun sevgilisi olduğunu öyrəndim. Çox böyük depressiya keçirdim. Ayrıldıq. Sonra yenə görüşdük. Ayrıldıq, görüşdük. Ayrıldıq, görüşdük. Sonra o həmən qızla evləndi. Amma bir müddət sonra yenə axtardı. Yenə görüşdük və bir müddətdir ki, ayda, 2 ayda bir görüşməyə davam edirik. Hər görüşəndən sonra özümü çox yalnız hiss edirəm. Hər dəfə özümə söz verirəm ki, daha görüşməyəcəm. Amma bu söz ancaq elə o yazana qədər olur. Mən necə ayrılım, bilmirəm. Onun xəyanəti mənə çox böyük bir zərbə oldu və hətta məndə psixoloji proseslər ondan sonra başladı. Bilirəm, siz standart bir cavab verməyəcəksiniz, amma sizin yorumunuz maraqlıdır. Təşəkkür edirəm güvəniniz üçün. Biz sizin məktubunuzdan görsənir ki, o 4 il ərzində, haçan ki siz sadəcə mesajlaşırdınız uzaqdan, siz fərqində olmadan əlbəttə ki, çox güclü bir zəmin qururdunuz, fundament. Hansının ki üzərində sonra artıq o sizin şəhərə keçəndən sonra artıq virtual dostluqdan keçdi real həyatdakı dostluğa, sonra isə fiziki yataq münasibətinə. Yəni anlamaq üçün ki, niyə siz bu münasibətdən çıxa bilmirsiniz? Birinci geriyə gedib görmək lazımdır ki, necə sizdə bu münasibət lay-lay, qat-qat və yavaş-yavaş 9 il ərzində qurulub. Yəni bu kafeyə getdim, baxışdıq, görüşdük və sonra intim oldu deyə bir şey deyil. Bu dərəcədə yavaş və zamanla qurulan münasibətlər insanı daha çox çəkir öz içinə. Çünki orada siz aşiq olma prosesindən sevmək prosesinə keçmiş olursunuz. İlk növbədə o 4 il ərzində mesajlaşırsınız və bir növ insan həyəcanı yaşayır, yeni bir insan həyata girir və onun həyatına rənglər qatır. Amma eyni zamanda da qorxu yoxdur. Çünki onsuz da eyni şəhərdə deyilsiniz. Sadəcə elə bil ki, havadan birisi sənə əlavə zövq, dad qatır həyatıma. Amma sən bunun üçün həyatında mühüm dəyişikliklər etmirsən. Sadəcə bu insanın gəlişi ilə daha yaxşı özü hiss edirsən. Sonra bu insan sənin həyatına artıq fiziki olaraq daxil olur. Bu artıq növbəti addımdır, harda ki biz bir növ mental bərabərlikdən sonra artıq fiziki də bir-birimizi görməyə başlayırıq. Ondan sonra əlbəttə ki başlayır intim yaxınlaşma. O intim yaxınlaşmada və yataq həyatı o iki insanı tamamilə elə bil ki bir-birinə möhürləyir. Yenə təkrar edirəm, bu bir dəfəlik münasibət olsaydı, sizə buradan çıxmaq çox daha rahat və asan olardı. Nəinki 9 il ərzində qurulmuş belə güclü fundamentli bir münasibət. Siz o insana sadəcə fizioloji olaraq bağlı deyilsiniz. O sizin dostunuza çevrilib, yaxın dostunuza çevrilib. Hansı ki, biz elə insanla bilirsiniz, uzaqdan münasibət olanda bizə həmişə elə gəlir ki, o insan, biz fantaziya qura bilərik ki, o insan bizim tam istədiyimiz bir şeydir.
Özəlliklə indi bilmirəm, yoldaşınızla deyirsiniz ki, intim həyatınız heç vaxt yaxşı olmayıb, amma, siz ona aşiq olaraqmı evlənmisiniz, yoxsa sevmədən, sadəcə sizə uyğun bir olan insan, yəni bu detalları bilmirəm, çətindir demək. Bəlkə də olmayıb bunların heç biri və sizin ürəyiniz, qəlbiniz, ruhunuz daima birisini gözləyib, hansı ilə ki, siz burada bu oğlanla yaşadığınız o yaxınlığı, o sevgini, o birlikdəliyi, o bir-birini anlamaq, bir-biri üçün ölmək, o bir-birindən keçə bilməmək hisslərini yaşamağın arzusunda olmusunuz və onu bu insan vasitəsilə yaşamısınız. Ola bilər siz yoldaşınıza aşiq olub evlənmisiniz daha gənc yaşında, amma o sonra sovrulub gedib, münasibətin üzərində bəlkə işləyə bilməmisiniz, necəsə yox olub ya da bəlkə intimin yaxşı olmaması sizi yoldaşınızdan soyudub. Burada 1000 dənə səbəb ola bilər. Amma əsas məsələ burada odur ki, bu oğlanla siz başqa heç kimsə ilə, yoldaşınızla daxil yaşaya bilmədiyiniz o daxili bağlanma, aşiq olma və özünü istənilən, seksi, canlı hiss etməni təcrübə etmisiniz və bu haldan vaz keçmək çox çətindir. Əgər sənin gündəlik həyatında başqa insanlar vasitəsilə, məsələn, uşaqlarından, yoldaşından, bəlkə də çox sevdiyin işinlə sən bu canlılığı, bu mən varam hissini, üzr istəyirəm, gözüm ağrıdı, güclü yaşaya bilmirsinizsə, təcrübə etmirsinizsə, mən təxmin edirəm ki, sizin bəlli bir içinizdə hisslərinizdən qopuqluq var və bu sizdə bir boşluq yaradıb. Bu oğlan gəlişi ilə sizi o boşluqdan çıxardır. Əgər məni tam anlamaq istəyirsinizsə, siz 9 il ərzində bu halı o qədər çox yaşamısınız, bilmirəm, amma müşahidə etmisiniz ya yox. Yadınıza salın, siz ondan mesajı alanda siz deyirsiniz, mən özümə söz verirəm, məsəl üçün anlayıram ki, məsələn, bu yanlışdır, mən bu münasibətdən çıxmalıyam. Amma deyirsiniz ki, bu sözlər ancaq o yazana qədər olur. Bax, o yazmayana qədər siz hansı halda olursunuz və o mesajı ilə sizi hansı haldan çıxardır. Bax, o halınızı anlasaz, mən təxmin edə bilərəm yenə də ki, o hisslərinizdən qopuqluqdur, boşluqdur, cansızlıqdır. Siz onda anlayacaqsınız ki, hansı mənə qoşulmaq üçün siz onunla yenidən görüşürsüz. Və bu oğlandan tamamən vaz keçmək, özünün o versiyasından vaz keçmək deməkdir. Və siz bunu gözə ala bilmirsiniz. Çünki o versiyanızdan vaz keçmək sizi sanki möhürləyir yoldaşınızla əvvəlcədən yaşadığınız və belə gündəlik həyatda hiss etmədiyiniz, xoşbəxt olmadığınız, canlı hiss etmədiyiniz o hala. Və sizin psixika əlbəttə ki, siqnalizasiya verir ki, yox, mən ölmək istəmirəm. Bu insan məni canlı saxlayır və ona görə mən onunla olmalıyam. Əgər Masumiyyət Muzeysi kitabını oxumusunuzsa və ya filmini, dizisini izləmisinizsə, mən bu yaxınlarda analizini etmişdim. Çox məsləhət görürəm. Orada təxminən Kəmalin halı, o füsundan asılılığı buna bənzəyir. Harda ki, insan özünü var olmuş və canlı sadəcə sevdiyi o insanın, aşiq olduğu insanın yanında hiss edə bilər. Əks halda bu çox qəmli, ölü, mən yoxam bir hala çevrilir. Siz ona aşiq olmusunuz, bəlkə də heç fərqində olmadan nə dərəcədə ona bağlanmısınız. Sizə bu halınızı onun sevgilisi olduğunu öyrəndiyiniz o şok daha çox göstərdi. Çünki sizin beyninizdə o sizin ona aşiq olduğunuz qədər, sizin ona qarşı hiss etdiyiniz hissləri yaşayırmış kimi idi və əlbəttə ki, bu sizə çox güclü mən özələm, mən onun üçün bir dənəyəm, necə ki, o mənim üçündür, hissi verirdi. Amma öyrənəndə ki, onun həyatında daimi başqa bir sevgilisi var, sizə göstərdi ki, siz sadəcə onun üçün əlavə bir bonus kimisiniz. Hansına ki, o intim yaşayır,
bağlılıq yaşayır, amma o sizi seçməyəcək. Siz onun üçün yetərincə önəmli deyilsiz. Harda ki, məsələn, o sizin üçün ya savaş verə bilər, ya da deyər ki, ayrıl yoldaşından, biz səninlə bərabər olaq. Bizə çox çətindir anlamaq ki, biz kiminsə həyatında ən vacib ya ilk deyilik. Təsəvvür edirəm yaşadığınız şoku öyrənəndə çox və depressiyanızı da anlayıram. Amma eyni zamanda da baxmayaraq ki, onun hətta indi həyat yoldaşı da var, evləndi o qızla. Onun sizinlə də hələ də bərabər olmaq istəyi, bu da sizə bir özəllik yaşadır. Bəlkə də fərqində deyilsiniz ki, hə, o evlənsə də yenə də məndən vazgeçə bilmir. Yenə də mənə ehtiyac duyur, yenə də məni istəyir. Bu da sizə o mən özələm, mən seçilirəm hissini yaşamağa qoyur. Və bir növ o bir ayı siz bir təri, bir ayı, 2 ayı bir təri yola verirsiniz, yaşayırsınız. Çünki bilirsiniz ki, bir müddət sonra o mesaj gələcək və siz o istədiyiniz hala qovuşacaqsınız. Bir növ sizə çox kömək elər etiraf eləmək ki, bu sizdə asılılıqdır. Necə ki, kimdəsə qidadan asıllıq var, narkotik asıllıq var, siqaret asıllığı var. Bu da sizin asıllığınızdır. Və siz bu mövzuya, bu situasiyaya bir asıllıq kimi baxmağa başlamasanız, heç vaxt çıxa bilməyəcəksiniz bu situasiyadan. Çünki sizə elə gəlir ki, mən istədiyim zaman çıxaram. Görürsünüz, dönə-dönə də özünüzə söz verirsiniz ki, çıxacam, amma çıxa bilmirsiniz. Çünki asıllıq belə bir şeydir. Heç kim nə siqaretdən asılı olmaq istəmir, nə yeməkdən, nə narkotikdən. O da istəyir çıxsın. Özünə, həyatına aldığı zərəri, həsəri görür. Amma asıllıq belə bir şeydir. Harda ki, biz artıq bizim bədənimiz, bizim ruhumuz hansısa bir şeyin, bir instrumentin quluna çevirir. Biz bir növ özümüzü o məsələyə, nədirsə də istifadə kimi veririk. İstifadə edirik özümüzdən ki, o instrument vasitəsilə o halımızı yaşayaq. Başqa cür yaşaya bilmədiyimiz halı yaşayaq. Məsələn, əgər mən siqaretdən asılıyamsa, mən o rahatlığı, o sakinliyi, huzuru başqa heç bir cür hiss edə bilmirəm. O siqaret mənim üçün hər şey olacaq. Çünki o yeganə onunla bərabər, onu əlimdə tutarkən, onu içmə çəkərkən mən o hala qovuşuram. Hər kəsdə fərqli cür asılılıqlar var. Bu dəqiqə kimsə bəlkə dinləyir, fikirləşir, onda yoxdur. Var. Və bunu özünə etiraf eləmədən biz onun həyatımıza olan təsirini azalda bilmirik. Bizə elə gəlir ki, istədiyimiz zaman çıxa bilirik, istədiyimiz zaman bitirə bilərik. Amma bu elə deyil. Siz ona aşiq oldunuz və insan birisinə aşiq olarkən o yoldaşı ilə bütün yaşaya bilmədiyini özünə başqası ilə yaşamağa icazə verir. Öz seksi tərəfini, məsəl üçün evdə bəlkə o alt paltarları, gözəl alt paltarlar olur. Yoldaşı üçün onu geyinməzdi, amma ora gedəndə onun üçün alır, onun üçün o geyimi geyinir. Onları geyinərkən, o görüşlərə hazırlaşarkən, o görüşdə ikən hallarınızı xatırlasaz, başa düşəcəksiniz ki, siz hansı özünüzdən vazgeçə bilmirsiniz. Hətta mən sizə məsləhət görürüm ki, götürün bir vərəq, bəlkə detallı yazın, təsvir edin. Tələsmədən 1 həftə, 2 həftə ərzində özünüzə təsvir edin, hansı məndir o. Onu, o tərəfinizi, o məni həqiqətən görün və başa düşün ki, o yalnızlıq hissi hansı ilə ki, ondan sonra görüşürsünüz. O özünüz üçün darıxdığınız bir hissdir. Çünki siz bilirsiniz ki, indi uzun müddət siz gözləyəcəksiniz ki, o mənə yenə bir də haçan qovuşum. Və siz düşünürsünüz ki, siz ona sadəcə o oğlan vasitəsilə qoşula bilirsiniz deyə. Sizin siqaretiniz o oğlandır. Və siz elə oturursunuz və gözləyirsiniz, zamanı yola verirsiniz ta ki o yazana qədər və siz yenə də çıx onun vasitəsilə o mənə qoşulursunuz. O mənə indi sual yarana bilər ki, necə bu oğlan vasitəsi olmadan qoşulum? O daha mürəkkəb prosesdir. Əgər İstəyirsinizsə gəlin terapiyada işləyək bir müddət.
o daha çətin, daha uzun prosesdir. Bilirsiniz, bir var pləkanla qalxmaq 100-cü mərtəbəyə o və qalxarkən 1000 dənə transformasiyadan keçmək. Bir də var ki, lift var səndə, basırsan, indi təzə liftlərlə 5-10 saniyə sən artıq ordasan və sizin liftiniz bir növ bu oğlandır və o liftdən asılılıq çox güclüdür. Ona görə dinləyin bu mesajı, bu təhlili bəlkə bir neçə dəfə. Baxın, mən başqa bir şey yazmışam. Öz içinizdəki boşluğu tanıyın. Və salam. Yəni bu qədər də demək istədiyim. Əlavə hansısa suallarınız qaldısa, bunu sadəcə sizə demirəm, hər dinləyən xanıma, siz sadəcə bir məktub göndərməyə məcbur deyilsiniz. Başqa hallarınızı, başqa eyni situasiyaya aid belə təsvir edə bilərsiniz fərqli məktubda və mən yenə analiz edə bilərəm. Hər bir izləyici istədiyi qədər məktub göndərə bilər. Biz sizinlə növbəti həftə görüşərik. Sağ olun.